Qadın böyük qüvvədir. Rəhmətlik ata-anamın dilindən, kənd adamlarından uşaqkən tez-tez eşidərdim. Gülzadəyə halal olsun, dəlini necə ağırlandırıb, kənddə 5 kişidən biri sayılır Əli kişi. Evimizdən biraz kənarda təmiz sulu bir kanal keçirdi. O zamanlar indiki kimi değildi. Çayların kənarına zibil atılmaz, axar suları bulandıran olmazdı. Qız gəlinlər yazda, yayda evin xalça palazını, pal-paltarını aparıb həmin kanalın təmiz suyunda isladıb, sərib, qurudub evə gətirərdilər. Qonşu qızlar gedəndə anam da özü yuduğu paltarlardan yüngül yaraqlılarını bir tavaya yığıb əlimə verər. Bax, mənim üçün elə, özün üçün öyrən. Təmiz yaxala gətir deyə qızlara qoşub yollayardı onlarla birlikdə. Paltarları yaxalayıb qurtarandan sonra koldakı böyürtkənlərdən yığıb iştahla yeyər, sərin suda ayaqlarımızı sərinlədib söhbətləşərdik. Söhbətləşərdik deyəndə qızların söhbət mövzusu mənə çatmırdı hələ. Ən kiçiyi mən olduğumdan. O söhbətlərdən bircəsi olduğu kimi çatmışdı mənə. Kanaldan xeyli kənarda qamışdan hörülmüş evə bənzər bir yer görünürdü. Danışırdılar ki, o yeri kətdə Əli adlı ağıldan kəm bir oğlan özü üçün hazırlayıb orada yaşayır. Uzaq qohumları olsa da kimsəsiz yaşayırdı. Danışırdılar ki, meşədən dovşan, müxtəlif ovlar ovlayıb dolanır. Kimsə ilə işi olan değildi. Yenə də bu dəli adama biraz qorxulu gəlirdi. Bir gün evimizin yanında balaca bir otaq hazırlandı. Dedilər ki, kəndin ağsaqqalları yığışıb Əlini evləndirmək qərarına gəliblər. Qonşu rayonda Gülzadə adlı bir qadını razı salıb gətirirlər. Hələ ki, Əli elə öz düzəltdiyi həmin o qamışlı evdə yaşamaq şərti ilə razılaşıb. Qadın da bununla razılaşıb. Bir müddət keçdi, qış yaxınlaşırdı. Bir gün tikilən təzə evin bacasından tüstü çıxdığını danışmağa başladılar. Qadın Əlini evə gətirməyə razı salmışdı. Bu yaxşı xəbər olsa da biraz uşaqlar üçün dəli sözünün qorxusunu artırmışdı. Çölə çıxmaq istəmirdik. Bir gün anam bulaqdan su gətirib gəldi. Asta səslə atamın pıçıldadığını eşitdim. Əli arvadı ilə su götürürdü bulaqdan. Arvad əlimdən vedrəni alıb Əliyə verdi. Mənim də vedrəmə suyu özü doldurdu. Kətdə belə xəbərlər ildırım sürəti ilə yayıldı. Əli filankəslə salamlaşıb görüşdü. Gülzadə ilə dükandan gəlirdi. Əli Zeynəb nənənin bazar sumkasını qapıyadək gətirib köməyinə çatıb. Gülzadə də yanında idi. Bir müddət yenə keçdi. Əlini hər yerdə Gülzadə ilə birlikdə görürdülər. Uşaqların qorxusu, adamların təəccübü ötüb keçmişdi. İllər keçdi, Əli ilə Gülzadə yaşlandıqca kəndin uşaqlarını sevib əzizləməyə başladılar. Övladları olmadığından gördükləri hər uşağın başını sığallayar. Sənə Əli baban qurban, Gülü nənə səni çox istəyir. Gözəl balam deyərdilər. Kəndin toylarında kənd cavanları onlar üçün məxsusi meşəbəyi havası çaldırar, Əli ilə Güllü ilə qol götürüb oynayardılar. Başlarına tökülən şabaş pulların sayı hesabı olmazdı. Bir gün işdən gələndə qapıda dayanmış qadınlarla dərləşən gördüm uşaqların Gülü nənələrini. Əlinin vəziyyəti çox pisdir. Ona bir şey olsa, mən də ölərəm. Qadınlar təskinlik verir, onun göz yaşları axır. Mənsə kənarda dayanıb bir zamanlar qadın böyük qüvvədir kəlmələrinin doğru olduğunu düşünürdüm. Əlini qamışlıqdan çəkib evə gətirən, kənd içində hörmətli edən, nəhayət onu itirəcəyi qorxusundan axan göz yaşlarını saxlaya bilməyən
Güllü nənənin göz yaşlarına dözə bilməyib uzaqlaşdım. Qadın böyük qüvvədir. Ağıllını dəli, dəlini ağıllı edən güllülər çoxdur dünyada. Qadın böyük qüvvədir. Qüvvəsinin şahidi olduğum gülü kimi qadın. Müəllif Mehriban İbrahimova.